Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vettebe'u ma tetluşşeyatinu ala mulku Süleyman ve ma kefere Süleymanu velakinneşşeyatine keferu yuallimunen nâses-sihre ve ma unzile alel melekeyni bi Babile Harute ve Marut. Selamun aleyküm. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Biz keçən dərsimizdə Bəqərə surəsinin 102-ci ayəsini tərcümə etdik və o ayədə keçən lüğətləri qısa şəkildə sizlərin nəzərinə çatdırdıq. Bugünkü bəhsimizdə Allahın izni ilə istəyirəm bu ayənin izahını, təfsirini və qısa mənasını sizlərin nəzərinə çatdırım. Bu ayə bu ayələrdəndir ki, demək olar ki, mənası müxtəlifdir və demək olar ki, bir mənada mütəşabih ayələrdəndir. Əllami Təbatəbai bu ayədə bütün o kəlmələrdə, mənalarda keçən ehtimalların hamısını bir-birinə vurub nəticə alır ki, təqribən bu ayədə 1.660.000 ehtimal vardır. Əlbəttə təkrarda o ehtimalların bəziləri təkrardır, amma hər halda bu qədər dəqiq və müxtəlif ehtimallı olan ayələrdən biridir. Mən qısa bu ayənin məzmununu çatdırım, sonra ayələri bir-bir oxuyub izahını, təfsirini qeyd edəcəm. Allah Taala bu ayədən öncəki ayələrdə Yəhudilər barəsində buyurdu ki, bu Yəhudilər Allah tərəfindən hər vaxt onlara bir rəsul göndərsəydilər, o rəsulun da özünə məxsus bir kitabı var idi, ilahi bir kitab, səmavi bir kitab. Bunlar bu kitaba tabi olmaq əvəzinə, məsələn, Musa Peyğəmbərin zamanında gərək bunlara Tövrata tabi olurdular, Tövratın hökmlərinə əməl edirdilər. Və Tövratın dediyinə əsasən axirət zamanda gələn Muhammed sallallahu aleyhi və səlləm və ona nazil olan Quran kitabına gərək iman gətirirdilər. Bunlar bu kitaba əməl etmək əvəzinə, bu kitabı qəbul etmək əvəzinə Allah Taala buyurdu ki, bunlar bu kitabı atırdılar kənara. Yəni tərk eləyirdilər. Min vəraə zuhurihim, həqiqətən nəbəzə kəlməsinin mənası bu ki, insan bir şeyi necə deyirlər, etinasızlıq üzündən tullamaq mənasındadır. Bir növ orada istehza da vardır, hörmətsizlik də vardır. Hər halda bu keçən ayədə idi. Allah Taala bu ayədə buyurur ki, bu Yəhudilər o kitaba tabi olmadılar. Allah tərəfindən göndərilən səmavi kitaba tabi olmadılar. Süleyman Peyğəmbərin zamanında olan şeytanların o oxuduğu və yaxud da şeytanların tabi olduğu şeyə bunlar iqtida edib onlara tabi oldular. Bir məsələni də əlavə edim burada. Ayəni daha da yaxşı başa düşmək məqsədi ilə. Yəhudilər Həzrəti Süleymanla da düşmənçilik edirdi. Bir çoxu da, onlar ki, iman gətirmirdilər, onlar. Və Həzrəti Süleyman əleyhissalam ki, cinnilərə, hətta vəhşi heyvanlara, hətta küləyə ki, bu qədər müsəllət olmuşdu, bu həqiqətdə Süleyman Peyğəmbərin möcüzəsi idi, Allah Taala bunu ona vermişdir. Onlar həqiqətdə bu Süleymanın bu qüdrətini, bu möcüzəsini möcüzə bilmirdilər, Allah tərəfindən bilmirdilər, bəlkə bunu sehirlə əlaqələndirirdilər. Sanki Süleyman Peyğəmbər sehir bilirdi və sehrin nəticəsində idi ki, vəhşi heyvanlara, hətta cinnilərə, hətta küləyə belə müsəllət olmuşdu, onları təsxir eləmişdi, onların hamısı Həzrəti Süleyman əleyhissalamın ixtiyarında idi. Allah Taala bu ayədə buyurur ki, xeyr, Süleyman bunların hamısını həqiqətdə Allahın izni ilə bunları bilirdi və Allah bunu onun ixtiyarında qoymuşdu. Lakin onlar bunu bir sehir bilirdilər və Süleyman Peyğəmbərə küfr nisbətin verirdilər. Sehir həqiqətdə burada sehirdən küfr kimi təbir gətirilib. Mənası budur ki, hər kəs sehirlə məşğul olsa, sehir bizim hədislərimizdə də vardır ki, sehir elə kafir, sahir elə kafir kimi bir şeydir. Çünki həqiqətdə Allahın bu aləmdə olan təsirini inkar edir, sehiri müstəqil bir dənə təsirə malik bilir. Bu da həqiqətdə təvhid əfalinin ziddini olan bir şeydir. Hər halda keçirəm bu ayənin bir-bir mənasına. Bu ki, vəttəbə ma tetluşşeyatinu, tabi oldular. Kimlər tabi oldular? Burada da müxtəlif nəzərlər var. Bəzilər bu ki,
Məqsəd o Yəhudilərdir ki, bizim Peyğəmbərin zamanında idi. Yəni bizim Peyğəmbərimizin zamanında olan Yəhudilər o şeytanların oxuduğu o sehrə iqtida edib ona tabe oldular. Amma bəzilər bu xeyr, məqsəd Həzrət Süleyman əleyhissalamın öz zamanında, Həzrət Süleyman öldükdən sonra o sehirlər ki, o cadular ki, müəyyən bir kitablarda yazılmışdı, Həzrət Süleyman əleyhissalam onu gizlətmişdi, onlar ona əl tapdılar, başladılar bu sehirlə məşğul olmağa, bütün Yəhudilər gəldi buna tabe oldu. Süleyman Peyğəmbərin zamanında olan Yəhudilər. Bəziləri də buyururlar ki, xeyr, elə həm onlara aiddir, həm də Peyğəmbərin zamanında olan Yahudilərə aiddir. Elə bunlar da Süleyman Peyğəmbərin zamanında olan Yahudilərin tutduğu o yolu tutdular, sehirlə məşğul oldular, Qur'ana tabe olmağı əvəzinə getdilər sehirlə. Məsələn, burada bir hədislə nəql olunub, buyurur ki, Ruvyə ənir-Rəbi ənəl yəhud sə'alu Muhammədən zəmanən ənit-Tevrat sallallahu aleyhi və səlləm. Yəhudilər Peyğəmbərliyə məbus olduqdan sonra Tevrat barəsində Həzrət Muhamməddən sorğu-sual elədilər. La yes'alunaha an şey'in min zalik illa enzelallahu aleyhi ma sa'alu anhu fa yahsumuhum. Onlar Tevratda olan hər şey barəsində soruşdularsa, Allah Taala nazil elədi Peyğəmbərə, Peyğəmbər də olduğu kimi cavab verdi. Biz bilirik ki, Peyğəmbər özündən bir elmi yox idi. Ümmi idi, yəni bir müəllim yanında, bir ustad yanında təlim görməmişdi. Hər nə dedirsə Allah tərəfindən vəhy idi. Nə soruşurdular, Allah Taala vəhy edirdi, Həzrəti Peyğəmbər də onları cavablandırırdılar. Bunlar bu möcüzə olan Qur'ana tabe olmadılar, gəldilər buyururlar ki, və ennəhum səaluhu ənis-sihr və xasamuhu bi. Gəldilər Peyğəmbərin müqabilində dayandılar. Peyğəmbərə tabe olmaq əvəzinə Peyğəmbərlə xüsumət elədilər, düşmənçilik elədilər sehrin vasitəsilə. Və vəttəbə ma tətlüş şeyatin. O şeytanların tabi olduğu o sehirlərə bunlar da gəldilər, nə elədilər? Tabi oldular. Amma bu şeyatindən məqsəd nədir? Şeyatı diqqət edin, baxın, tabi oldular. Kimlər tabi oldular? Bir nəzər budur ki, bir ehtimal budur ki, Peyğəmbərin zamanında olan Yəhudilər, bir nəzər budur ki, Süleyman Peyğəmbərin zamanında olan Yəhudilər, bir nəzər budur ki, hər iki. Bu şeytandan məqsəd nədir? Və şeyatindən məqsəd nədir? Bəziləri deyir ki, şeyatun-nil insdir. İnsan cinsindən olan şeytanlar ki, şeytanın biz mənasını işarə eləmişdik. İtaət etməyən bir varlıq. Ola bilər insanlardan olsun, ola bilər cinnilərdən olsun. Bəziləri bu şeyatinul cinnidir. O cinnilər ki, bunu öyrətdilər bəzi insanlara, onlar gəlib bu sehrə tabi oldular. Amma bəziləri də buyurur ki, hər ikisinə də biz aid etmək olar. Baxın, burada bura qədər 6 ehtimal. 2 dənə kəlmədə 6 ehtimal irəli sürüldü. Amma digər bir kəlmə, əla mulku Süleyman, Süleyman Peyğəmbərin əhdində. Burada da 2 ehtimal vardı. Yəni, həqiqətdə bir ehtimal budur ki, Süleyman Peyğəmbərin zamanında. Digər bir ehtimal da var. Artıq mən o digər ehtimallara məşğul olsam, biz gərək bu ayənin üstündə 4-5 dərs qalaq. Ona görə bəzilərinin üzərindən keçirəm. Buyurur ki, ma tətluş şeyatin əla mulku Süleymanə və ma kəfərə Süleymanı. Allah Taala burada həqiqətdə Süleyman Peyğəmbəri müdafiə edir. Ona vurulan ittihamı burada inkar edir. Süleyman Peyğəmbər kafir olmadı. Yəni Süleyman Peyğəmbər əleyhissalam bu mülkü, bu qüdrəti, bu heyvanları, bu cinniləri ki təsxir eləmişdi, sehir vasitəsilə eləməmişdi. Və ma kəfərə Süleymanı. Və ma kəfərə Süleymanı, Süleyman kafir olmadı. Yəni Süleyman Peyğəmbər sehir vasitəsilə bunu ələ gətirmədi ki, sehir vasitəsilə olsaydı, sehrin nəticəsi küfr idi. Amma vəlakinnə şeyatinə kəfəru. Lakin şeytanlar, istəyir bu şeyatın ins olsun, insan cinsindən olan şeytanlar olsun və yaxud da cinnilərdən olsun. Hər halda bunlar kafir oldular. Kafir olmaqların səbəbi nə idi? Bu idi. Yuəllimunən nasə əs-sihrə. Bunlar insanlara sehri öyrədirdilər. Sehri öyrətdikləri üçün kafir oldular. Bu da ayənin bu hissəsi. Vəlakinnə şeyatinə kəfəru. Bunun özündə də 3 dənə ehtimal var. Bunların kafir olmaq səbəbi nə idi? Bəziləri buyururlar ki, ennəhum kəfəru bima istəxrəcuhu minəs-sihr. Bunlar kafir oldular. Niyə? O Süleyman Peyğəmbər ki, sehrə aid olan lövhələr var idi, kitablar var idi. Onların hamısını
cəm eləmişdi, yığmışdı öz xəzinəsinə. Bunlar gedib Süleyman Peyğəmbər öldükdən sonra xəzinəni açdılar, o sehir kitablarını götürdülər, ondan istifadə elədi. Küfrün səbəbi, onların kafir olmaq səbəbi bu idi ki, onu götürdülər oradan. Bəziləri bu ennahum kəfəru bima nəsəbuhu ilə Süleyman minəsir. Bunların kafir olmaq səbəbi bu idi ki, bəziləri buyurur ki, Süleyman Peyğəmbərə sehir nisbətini verdilər. Sanki Süleyman Peyğəmbər bu qüdrətini sehir vasitəsilə ələ gətirmişdi, təsxir eləmişdi cinniləri. Bu da ikinci ehtimal. Üçüncü ehtimal budur ki, xeyr, bunların kafir olmağının səbəbi sehirlə məşğul olmağıdır. Ey ennahum səhəru. Kəfərinin mənası həqiqətdə səhəru budur ki, burada sehirlə məşğul olduğu mənası. Yuəllimunən nasə sihrə. Onların həqiqətdə kafir olmağın səbəbi onların sehirlə məşğul olmasıdır. Ki, burada buyurur ki, ennahum səhəru, yəni kəfərunun mənası, yəni səhərudur. Nə üçün sehirdən küfr ünvanında istifadə edib? Məqsədi budur ki, sehirbazlıq həqiqətdə küfrə səbəb olan amillərdən biridir. Və ma unzilə ələl mələkəyni bi Babilə Harut və Marut. Və onlar tabi oldular o şeyə ki, nazil olmuşdu 2 dənə mələkə. Babul məntəqəsində. Babil həqiqətdə Nəcəf ilə Kərbəlanın yaxınlığında olan bir şəhərdir. Orada 2 dənə mələk nazil olmuşdu. O 2 dənə mələkin adı Harut və Marutdur. Əlbəttə bu Harut və Marut barəsində də müxtəlif dastanlar var, hekayələr vardır. Amma mən o ki doğru və düzgündür, ona işarə edirəm. O da bundan ibarətdir ki, bunlar o qədər sehirlə məşğul oldular. Bu sehirlə də mənfi mənada. Ayənin özündə də işarə var ki, bunlar ərlə arvad arasında bu sehirin vasitəsilə ayrılıq yaradırdı. Bir-birinə kin-küdurət yaradırdı. Allah Taala bu 2 mələki göndərdi, bu yəhudilərin bəzisinə bu sehiri öyrətsin. Ta bu sehirin vasitəsilə o insanların əleyhinə yazılan tilsimləri, sehirləri bunlar batil eləsinlər. Amma bunlar gəlib sehiri öyrədirdilər, sehiri batil etmək üçün, amma bunlar onu öyrəndikdən sonra özləri də mənfi mənada istifadə etdi. Bura qədər bizim vaxtımız tamam oldu, amma bu ayənin izahı hələ tamam olmadı. İnşallah bu ayənin davamını gələn dərsimizdə siz əzizlərin nəzərinə çatdıracağım. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.